Salam. Bugün istəyirəm sizinlə funksiyaların təyin oblastının tapılmasına aid bir misal nümunəsinə baxaq. Deməli, mənim misalımda deyir ki, fx bərabərdir 2 bölünsün x çıxılsın 3 funksiyasının təyin oblastını tapın. İlk öncə bunu yadımıza salaq ki, əgər bizim funksiyamızın düsturu rasional ifadə şəklindədirsə, mən bu ifadələrin təyin oblastını tapmaq üçün məxrəcin sıfırdan fərqli etməliyəm. Yəni, x çox 3-ü fərqlidir 0 edərək həll etməliyəm bunu. Yazıram x çıxılsın 3 fərqlidir 0. X də buradan fərqlidir. Nədən? 3 keçirsək bu tərəfə 3-dən fərqlidir. Yəni mənim bu funksiyam 3-dən başqa bütün qiymətləri alır. df bərabərdir mənfi sonsuzluqdan 3-ə birləşir 3 daxil olmamaq şərti ilə birləşir 3-dən müsbət sonsuzluğa.